İranın paytaxtı Tehranda yenidən güclü partlayış səsləri eşidilib. Əl-Cəzirəyə istinadən aldığımız məlumata görə İsrail ordusu hərbi hava qüvvələrinin Tehranın mərkəzində hökuməti hədəf alan əlavə geniş miqyaslı zərbəyə başlayıb. ABŞ və İsrail İrana hücum etdikdən sonra İranda, İsraildə və bir sıra yaxın şərq ölkələrində partlayışlar 3-cü gündür ki, davam edir. İlkin rəqəmlərə görə İranda 555, İsraildə ən azı 10, 3 ABŞ əskəri və Körfəz ölkələrində 5 nəfər həlak olub. Xatırladaq ki, şənbə günü fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra Amerika Birləşmiş Ştatları hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın ali dini lideri Əli Xameneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.